Şərtdə deyilir ki, düz xətlər hərəkətindən 8 kq kütləli cismin koordinat zaman tənliyi x bərabərdir 6 üstəgələk 5-dir, üstəgələk 2t kvadratı şəklindədir. İlk 2 saniyədə cismə təsirin əvəzləyici qüvvənin işini hesablayın. Əvəzləyici qüvvənin işini necə hesablayaram? A bərabərdir F əvəzləyici vuraq S-lə. Burada əvəzləyici qüvvəni F əvəzləyici bərabərdir M vuraq A-dan hesablayacağım. Gördüyümüz kimi kütlə 8, A isə 2 vuraq 2, 4 olacaq. Yəni 8 vuraq 4, o da bizə verəcək 32. Bəs yer dəyişməni necə tapacağım? Yer dəyişmə də S bərabərdir V0T üstə gəlirsin AT kvadratı bölə 2-dir. Hansı ki, bax bu hissədir. Gördüyümüz kimi burada V0x 5-dir. AX bölə 2 də 2-yə bərabərdir. Yəni siz bax bu hissədə T-nin yerinə 2 yazmaqla S-i tapa bilərsiniz. Olacaq onda 5 vurulsun 2, üstə gəlirsin 2 vurulsun T-nin kvadratı. Yəni 2 saniyənin kvadratı 4. 5 vuraq 2, 10, üstə gələk 2 vuraq 4, 8. Bu da bizə verdi 18. Artıq gəlin əvəzləyici qüvvənin gördüyü işi hesablayaq. Bu da olacaq 32 vurulsun S-in qiyməti 18. Bizə verəcək 576 Joule.